Dostlar, yeni videomuzda hər birinizi xoş gördük. Bugünkü mövzumuz quantifiers mövzusudur. Quantifiers dedikdə biz kəmiyyət miqdar bildirən sözləri nəzərdə tuturuq və buradakı sözlərin əksəriyyəti əslində əvəzliklərdir. Hansı ki biz bu nümunələri əvəzlik mövzusunda da ayrılıqda yenə öyrənəcəyik. Orada da qarşımıza çıxacaq. Orada təbii ki əlavə qeydləri də olacaq. Amma quantifiers mövzusunda bizim işimiz nədən ibarətdir? Burada əslində iki başlıq var. Bir, kəmiyyət miqdar bildirən sözlərin tərcümələrini mütləq şəkildə bilmək lazımdır. Çünki testləri həll elədikdə əksər hallarda testin sonunda biz ya çox ya da az cavab arasında qalırıq ki, burada lövhədə verilən sözlərin də məsələn nümunələrinə diqqət eləsəz, kəmiyyət miqdar bildirən sözlərin əksəriyyətinin tərcüməsi çox, az, bir qədər, bir neçə, heç bu tipli mənalar bildirən sözlərdir. Və biz testin sonunda çox cavabı ilə az cavab arasında qalırıqsa, əlbəttə ki, burada artıq cümlənin mənasına görə, tərcüməsinə görə cavabı müəyyən etməmiz lazımdır. Bu birinci şərtdir. Yəni, kəmiyyət miqdarı bildirən sözlərin tərcüməsini bilmək. İkinci şərtimiz nədən ibarətdir? İkinci şərtimiz isə sayılan tək, sayılan cəm və sayılmayan isimlərlə kəmiyyət miqdar bildirən sözlərin işlənmə qaydasıdır. Yəni, hər bir kəmiyyət miqdar bildirən söz bir və ya bir neçə isim tipi ilə işlənə bilir. İsim tipi dedikdə biz isimlərin say etibarilə bayaq saydığım bölgüsünü nəzərdə tuturuq. Yəni, isimlər üç cür olur. Sayılan tək olur, sayılan cəm olur, bir də sayılmayan olur. Bu tip isimlərlə kəmiyyət miqdar bildirən sözlərin işlənməsi bizim ikinci şərtimizdir. Ona görə bu nümunələrin necə isimlərlə işləndiyini də mütləq şəkildə bilmək lazımdır. Ondan sonra artıq test nümunələrində bu iki şərti yerinə yetirdiyimiz müddətdə testlərin cavablarını tapmaq bizim üçün daha asan olacaq. Gəlin indi qaydalar üzərində baxaq görə bizim testlərdə qarşımıza nələr çıxacaq. İlk olaraq diqqət edirsinizsə sol tərəfdə mən iki qeyd elədiyim başlığı vurğulamışam. 1. Many, a few əvəzlikləri. Many çox deməkdir, a few biraz deməkdir. Few isə uşaqlar diqqət edirsə hətta burada o-ların sayını biraz da çoxaltmışam ki, o mənanı sizə tam şəkildə çatdıra bilim. Fiyunun tərcüməsi isə çox az deməkdir. Yəni, yox dərəcəsində kimi düşünün bunu. Many çox, a few lazım olan qədər, az olsa da lazım olan qədər, few isə yox dərəcəsində. Və bu üç əvəzlik gördüyünüz kimi işlənə bilir özündən sonra cəm isimlərlə. Digər ikinci başlığımız much, yenə çox tərcüməsində many ilə eyni kimi düşünün. A little biraz tərcüməsində yenə a few ilə eyni düşünün. Little da çox az tərcüməsində bunu da few ilə eyni tərcümədə düşünün mahiyyət olaraq. Amma bu üç əvəzliyin yuxarıdakı üç dənədən fərqi odur ki, bu üç əvəzlik sayılmayan isimlərdən işlənir. Yəni, testdə sizin qabağınıza nöqtələrdən sonra cəm isim çıxacağı halda yuxarıdakı üç dənəni, sayılmayan isim çıxacağı halda isə ortadakı üç dənə nümunəni cavab kimi seçə bilərsiniz. Və aşağıda diqqət edirsinizsə əlavə bir neçə dənə də əvəzlik var. Hansı ki, a lot of, lots of və plenty of mənaları çoxdur. More daha çox mənasındadır, most əksər, enough isə kifayət qədər mənasını verir. Dostlar, bu əvəzliklər isə həm cəm isimlərlə işlənə bilir. Burada diqqət edəcəksinizsə bizim iki dənə başlığımız olacaq. Cəm və həm də sayılmayan isimlərlə işlənə bilir. Yəni, nöqtələrdən sonra cəm isimdə gələndə biz bu cavabları seçə bilərik. Sayılmayan isimdə gələndə yenə eyni qaydada bu cavabı seçə bilərik. Birinci işimiz testdə nöqtələrdən sonra gələn ismə görə bu əvəzliklərdən hər hansısa birini seçməkdir. Məsələn, nöqtələrdən sonra cəm isim gəlirsə, bizim cavabımız ya bunlardan biri olmalıdır, ya da bu hissədə verilənlərdən biri olmalıdır. Nöqtələrdən sonra sayılmayan isim gəlirsə, o halda cavabımız ya bura, ya da bu hissədən biri olmalıdır. Yəni, bu bizim testdə ilk işimizdir. Ondan sonraki hissə isə artıq qeyd etdiyim kimi tərcümə olacaq. Yəni, bunların hansının mənası ora uyğun gələcəksə, biz onu cavab olaraq seçəcəyik. Burada mənə şagirdlərə bir dənə yaxşı bir ipucu tövsiyəm olacaq. Bunu testlərdə məntiq olaraq istifadə edə bilərsiniz. Məsələn, düşünün ki, nöqtələrdən sonra test sözü gəlib, məsələn, cəm isimdir və testin cavabında məsələn many variantı da var, testin cavabında a lot of variantı var və bir də testin cavabında məsələn few variantı var. Digər variantları eləmişik. Digər variantlar yanlış olub, məsələn much olub, little olub. Onlar sayılmayan isimlə işləndiyinə görə və test sözü də cəm isim olduğuna görə o variantları silmişik. Amma bu üç variant qalıb. Baxırıq ki, many'dən sonra cəm isim işlənə bilir. A lot of-dan sonra yenə eyni qaydada cəm isim işlənə bilir və few-dan da sonra cəm isim işlənə bilir. Aha, burada yenə bizə əlbəttə ki, tərcümə lazım olacaq, amma tərcümədən də öncə bizim daha rahat və qısa yolla cavabı tapmağımızın yolu nədir? Baxın, many'nin tərcüməsi çox deməkdir. Yəni, many tests çoxlu testlər deməkdir.
A lot of-un da tərcüməsi çoxdur və a lot of tests çox test deməkdir. Yəni əslində many tests və a lot of tests ifadələri eyni anlayışdır. Amma few-nun tərcüməsi isə çox az deməkdir və few tests ifadəsi çox az test mənasına gəlir. Demək ki, 2 dənə eyni, bir dənə fərqli cavabımız varsa, bizim cavabımız məhz o həmin fərqli cavab olmalıdır. Və yaxud da bunun bir başqa test tipi olur. Məsələn, düşünün ki, indi burada 2 cavab seçməlisiniz. O 1-2, 2-3 tipli 2 cavab seçməli olduğumuz testlər olur axı. Həmin test nümunələri çıxıb bizim qabağımıza və yenə eyni bu variantlar arasında qalmışıq. Bu halda many çox deməkdir, a lot of çox deməkdir. Few isə az deməkdir. Və biz 2 dənə cavab seçməliyiksə, 2 dənə eyni cavab seçməliyik də bir-birinə uyğun. O halda isə biz many və a lot of cavablarını seçib, few cavabını isə eləməli olacağıq. Yəni testlərdə tərcüməyə qədər bu tip məntiqlərlə, isimlərin işlənməsi ilə və mənalarla bəzi variantları eləmək olur. Sonda əgər yenə də biz variantlar arasında qalırıqsa və ümumiyyətlə testdə əgər 2 variant arasında qalmışsa, burada biz 3 variant arasında qalmışdıq, ona görə daha rahat həll edə bildik. Testdə əgər 2 variant arasında qalmışsa, orada məcbur tərcümə etməniz lazımdır. Yəni bu bizim son artıq variantımız tərcümə olacaq. Amma bunları öyrəndikdən sonra da bizim testlərdə yenə də işimizi sürətləndirəcək və bizə kömək eləyəcək əlavə qeydlərimiz var. İndi keçirik biz həmin qeydlərə. Not 1. Birinci qeydimiz nədir? Birinci qeydimiz dostlar, a lot sözü ilə bağlıdır. Şagirdlərin ən çox qarışdırdığı nümunələrdən biridir. Nə ilə qarışdırırlar? A lot of-la. Baxın, a lot of nümunəsində a lot nümunəsindən fərqlənən gördüyünüz kimi bir of var. A lot of bir əvəzlikdir, çox mənasında və özündən sonra gördüyünüz kimi həm cəm, həm də sayılmayan isimlərdən işlənə bilir. Yəni a lot of-un funksiyası mütləq isimdən işlənməkdir. Özündən sonra isim istəyir. Amma a lot sözü dostlar bir zərfdir ingiliscində. Yəni onun isimlə heç bir yaxından uzaqdan əlaqəsi yoxdur və a lot sözünün isimlə əlaqəsi olmadığı üçün, yenə də təkrar oluram, o zərfdir. Ona görə a lot-dan sonra gördüyünüz kimi isim yazıb üstündən xətt çəkmişik. A lot isimlə işlənmir. Yəni nöqtələrdən sonra isim gələn testlərdə o ismin mənası sayılan tək, sayılan cəm və ya sayılmayan olmağından asılı olmayaraq necə isim olursa olsun, a lot-dan sonra isim işlənməyəcək və biz variantda a lot-ları siləcəyik. Və zərf olduğu üçün a lot harda işlənəcək? A lot işlənəcək feillərdən sonra. Buna diqqət etsəz və a lot-u isimlə işlətməsəz, yəni burada səhv eləmə ehtimalınız olmayacaq. Gəlirik not 2-yə. Not 2 nədir dostlar? Burada da qayıdacağıq bayaqki tərcümələrə. A few və few əvəzliklərinin arasında bir fərq varmı? Əlbəttə var. Diqqət edirsiniz, mənaları belə mən sizə tam şəkildə göstərmək üçün bu formada yazmışdım. A few bir azdır. Əslində bu bizə lazım olan qədərdir. Az olsa da kifayət edir. Amma few-nun tərcüməsi isə çox azdır. Yəni yox dərəcəsindədir. Eyni anlayış a little və little əvəzliklər arasında da var. A little bir az deməkdir. Yəni bayaq qeyd etdiyim kimi bu əslində lazım olan qədərdir. Little isə çox az deməkdir. Yəni yox dərəcəsindədir. Və bu bizim testlərdə qarşımıza çıxanda bizə nə problemlər yaradır? Gəlin ona baxaq cümlə üzərində. Bax, burada da qeyd eləmişəm. A few few-dan böyükdür. Yəni çoxdur. A little da little-dan böyükdür. Əslində burada şagirdlər həmişə xırda bir belə deyək, ipucu kimi qeyd edirəm ki, görüntü olaraq hansı böyükdür? Baxın, a few few-dan görüntü olaraq böyükdür. Deməli, elə miqdar olaraq da böyükdür. A little da little-dan görüntü olaraq böyükdür. Deməli, miqdar olaraq da böyükdür. Burada da eynisini qeyd eləmişəm. Gəlin indi cümlə üzərində buna baxaq. She has little money. Onun little money, çox az pulu var. Little mənası qeyd elədiyimiz kimi buradadır. Çox azdır. Onun çox az pulu var. Yəni yoxdur demək olar ki. Və davamındakı cümlə nədir? She can't buy the book. O kitabı ala bilmir. Çox az pulu olduğu üçün, yəni demək olar yoxdur pulu. Olmadığı üçün kitabı ala bilmir. She can't buy. Amma gəlin indi ikinci cümləyə baxaq. She has a little money. Onun biraz pulu var. Bu əslində çox olmasa da bizə lazım olan qədərdir. She can buy the book. O kitabı ala bilir. Və diqqət edirsə iki cümlə arasında little yazdıqda biz kitabı ala bilmədik. A little yazdıqda isə biz kitabı ala bildik. Deməli, yuxarıda da qeyd etdiyimiz nümunələrdəki kimi a little lazım olan qədərdir, a few lazım olan qədərdir. Biz bundan bir nəsə edə bilirik. Amma few və little isə yox dərəcəsindədir və biz bunlarla heç bir iş görə bilmirik. Gəldik not 3-ə. Bu da testlərdə
fərqli nümunələrdə bizim qarşımıza çıxan bir nümunədir. Hətta bu nümunəni biz sizlə mübtəda xəbər uzlaşması mövzusunda da öyrənəcəyik. Orada da bizim qarşımıza çıxır. Nədir qeydimiz? A number of və the number of ifadələridir. Uşaqlar, a number of ifadəsinin mənası çox deməkdir. The number of ifadəsinin tərcüməsi isə sayı deməkdir. Yəni nəyinsə sayı, miqdarı mənasında işlənir. Və a number of-dan da sonra, the number of-dan da sonra quantifiers mövzusunda bizim bayaq dediyim işimiz nə idi? İsimlərlə işlənmə qaydasıdır. Necə isimlərlə işlənəcək? Bunların hər ikisindən sonra cəm isim işlənir. Yəni isimlərində fərqi yoxdur. Amma bu iki əvəzliyi, bu iki belə deyək, ifadəni bir-birindən fərqləndirən onların xəbəridir. A number of ifadəsindən sonra cəm xəbər işlənir. The number of ifadəsindən sonra isə tək xəbər işlənir. Gəlin cümlə üzərində baxaq. The number of students is increasing. Baxın, the number of, burada da qeyd edirəm ki, the number of-dan sonra tək xəbər. The number of students is increasing. Tək xəbərdir. A number of students, çoxlu şagirdlər deməkdir. Are in the class. A number of students, a number of ifadəsindən cəm xəbər işlənir. Gördüyünüz kimi burada da are cəm xəbərdir. Sonuncu, dördüncü qeydimiz isə else sözü ilə bağlıdır. Else də əslində isimlə işlənməyən bir anlayışdır. Hansı ki, bayaq elotda biz bunu qeyd eləmişdik. Yəni, elotun isimdən heç bir əlaqəsi yox idi. Amma test nümunələrində nöqtələrdən sonra isim gələn nümunələrdə else və elotu cavab kimi verirlər. Və yadınızda saxlayın dostlar, nöqtələrdən sonra isim gəlibsə, else və elot sizin ilk siləcəyiniz variantlar olmalıdır. Çünki bunlar isimdən işlənmirlər. Və else ilə də bağlı birinci qeydimiz odur ki, tərcüməsi daha deməkdir və else-dən sonra isim işlənmir. Bunu niyə birinci qeyd edirəm? Çünki bu mövzuda işimiz sözlərin isimlərlə işlənməsidir. Və else, həmçinin də not 1-də qeyd elədiyim elot, qəti şəkildə isimlə işlənmir. Bəs yaxşı, biz bu else-i harada istifadə eləyəcəyik, ona baxırıq. Else uşaqlar əsasən istifadə olunur iki yerdə. Bir, sual sözlərindən sonra, məsələn, who else, başqa kim, məsələn, who else came, başqa kim gəldi, daha kim gəldi anlamında. Və yaxud da what else, daha nə, where else, daha hara gedə bilərik, məsələn, bu tip nümunələrdə sual sözlərindən sonra else işlənir. Məsələn, baxın, who else, daha kim sual veririk, məsələn. Və bir də işlənir əvəzlik mövzusunda öyrənəcəyimiz some, any, no, every əvəzliklərinin törəmələri ilə. Yəni, törəmələrin yanında else sözü əlavə olaraq da işlənə bilir. Məsələn, törəmə üstəgəl else qaydası da işlənə bilir. Bayaq dediyim kimi, who else came? Sual verirəm ki, başqa kim gəldi? Siz də tutaq ki, cavab verirsiniz ki, no one else. Heç kim, başqa heç kim gəlmədi. Yəni, else sözünü isimlə işlətməyin. Toplu nümunələrdə buna aid bir neçə dənə test var, else-in işləndiyi nümunələr. Və məhz else orada ya sual sözündən sonra işlənib, ya da törəmələrdən sonra işlənib. Amma isimlə işlənməyən testlərin nümunələrində, yanlış variantlarında kifayət qədər else qabağınıza çıxacaq. Amma doğru cavab kimi 3-4 dənə testdə görəcəksiniz onu və o testlərdə də qeyd elədiyim kimi ya sual sözündən sonra, ya da törəmələrdən sonra istifadə ediləcək. Növbəti hissədə sizin üçün bir neçə dənə yenə əlavə qeydlər, notlar qeyd eləyəcəm ki, hansı ki testləri işləyərkən indi qeyd edəcəyimiz nümunələr bir xeyli yerdə işinizə yarayacaq. Yuxarı hissədə bayaqki əvəzlikləri sadəcə bir də not olaraq qeyd eləmişəm ki, birazdan bizə lazım olacaq, gözünüzün önündə olsun. Many, few, a few əvəzliklərindən sonra cəm isim işlənir, much, little, a little əvəzliklərindən sonra sayılmayan isim işlənir, a lot of-dan sonra isə cəm və ya sayılmayan isimlər işlənə bilir. Bunu hələ ki saxlayırıq, birazdan qayıdacağım. Hal-hazırdakı qeydimiz nədən ibarətdir dostlar? Hal-hazırdakı qeydimiz little sözü haqqındadır. Baxın, testlərdə quantifiers mövzusunun özünün timdəki testlərində məhz buna aid ard-arda bir neçə dənə test var. Little sözünü biz ingilis dilində həm əvəzli, həm də sifət olaraq görə bilirik. Və little sözü həm sayılan isimlərdən işlənə bilir əslində, həm də sayılmayan isimlərdən işlənə bilir və bu da şagirdləri çaşdırır. Amma burada çaşmamaq üçün çox bəsit bir qayda var, ona baxırıq indi. Nədir qayda? Əgər little və a little sözlərindən sonra sayılmayan isim işlənibsə, bizim əslində quantifiers mövzusu içərisində öyrəndiyimiz məhz buydu. Little və a little-dan sonra sayılmayan isim işlənibsə, deməli little və little əvəzlikdir. Yəni, qayda çox bəsitdir. Sayılmayan isim gəlibsə, deməli o orada əvəzlik hesab olunur. Yox, əgər little və a little sözlərindən sonra sayılan isim gəlibsə, o orada artıq sifətdir. Və sifət olaraq da onun mənası, dostlar, balaca mənasındadır. Amma əvəzli olaraq onun mənası, biz bayaq qeyd eləmişdik, little-ın mənası az deməkdir, a little-ın mənası isə bir az deməkdir və
Bu mənalara görə də əslində bunları fərqləndirmək olur. Amma mənadan yox, qrammatikadan irəliləmək bizim burada əslində daha da işimizə yarayacaq. Bir daha təkrar vurğulayıram. A little və little-dan sonra sayılmayan isim gələrsə, onlar az və biraz mənalarında əvəzlikdirlər. Little və a little əvəzliklərindən sonra sayılan isim gələrsə, o halda little və a little sözləri balaca mənasında sifətdir. Hətta buradakı e artıq article hesab olunur. Amma əvəzlikdəki bu artıq article deyildir. Əvəzliyin adı a little formasındaydı. İndi gəlin buna nümunələr üzərində baxaq. Məsələn, little water ifadəsi gəlib qarşımıza. Little'dan sonra biz sayılmayan isim işlədə bilirikmi? İşlədə bilirik. Deməli, little water ifadəsi az su mənasında düzgün ifadədir. İkinci ifadəmiz a little money. Şagirdləri çox çaşdıran nümunələrdən də biri budur. Deyir ki, müəllim, orada money sözünün qarşısında article işlənib, money sayılmayan isimdə, amma ondan article işlənməz. Bəli, money sözündən article işlənməz, amma dostlar, a little əvəzliyin bütöv şəkildə adıdır və a little money ifadəsi də avtomatik olaraq düzgündür. Çünki burada da qeyd eləmişik ki, a little-dan sonra sayılmayan isimlər işlənə bilir. Daha sonra üçüncü başlığa gəlirik. Little boy. Bu da şagirdləri çaşdıran nümunələrdən biridir. Deyir ki, tərcüməsi balaca oğlan düzgün ola bilər. Digər şagirdlər də fərqli bir reaksiya verir. Bildirirlər ki, axı little-dan sonra biz sayılmayan isim işlədirdik. Boy sayılan isimdir. Yanlışdır. Amma dostlar, little boy ifadəsinin xırda bir burada məqamı var. İfadə əslində yanlışdır. Amma yanlış olma səbəbi bilirsiniz nədir? Little-dan sonra diqqət edirsə boy gəlib. Yəni sayılan isimdir. Biz də qeyd eləmişik ki, little sözündən sonra sayılan isim gələndə o sifətli və balaca mənasındadır. Deməli, little burada sifətli və balaca mənasındadır. Balaca oğlan. Və biz də isim mövzusunda öyrənmişik ki, sayılan isimlərin qabağında, sayılan tək isimlərin qabağında sifət işlənsə də, onun qabağında mütləq bax burada bir artikel olmalı idi. Amma bu artikel burada yoxdur deyə, deməli, avtomatik olaraq bu nümunəmiz yanlışdır. Gəldik növbətiyə, a little box. Aha, bu onun artıq düzgün versiyasıdır. Diqqət edirsə, a little'dan sonra box işlənib. Box sayılan tək isimdir. Və sayılan isimdirsə, deməli, little, a little burada sifətdir. Və sifət olduğuna görə və boxda sayılan tək isim olduğuna görə qabağında artikel olmalıdır. Hansı ki, burada bayaq olmalıydı, yox idi. Amma burada artıq həmin artikel var və ona görə də bu nümunə düzgün nümunədir. Gəldik növbəti ifadəyə, little girls. Balaca qızlar mənasında düşünsək, çünki girls cəmdədir, cəmdədirsə hətta deməli sayılandır və sayılansa deməli little burada sifət mənasındadır. Balaca qızlar mənasında işlənir və cəm isim olduğuna görə də artikla falan da ehtiyacımız yoxdur. Bu nümunədə olur düzgün cavab. Və gəldik sonuncuya, a little girls yazılıb bu dəfə. Girls sayılan cəm isimdir, yəni sayılan isimdir və sayılan isim olduğu halda burada bunun mənası balaca mənasında sifət olur, little və a little. A little sifət, daha doğrusu little sifət, artiklıdır. Girls sayılan isim, amma girls sözü cəmdə olduğuna görə onun qabağında artikl işlənə bilməz. Bax, bu artikl da burada yanlış olduğuna görə bu variantımız da yanlış variant hesab olunur. Geçirik bir növbəti başlığımıza. Bu başlıq bizim testlərdə ən çox qarşımıza çıxan başlıq uşaqlar client virus mövzusunda. Ona görə bu hissəyə xüsusi diqqət eləmək lazımdır. Burada məqsədimiz nədir? Baxın, biz bayaqki hissədə də, hətta bu hissəyə də keçid eləyəndə də bir də təkrar vurğuladım. Əvəzliklərin necə isimlərlə işləndiyini öyrənirik. Cəm isimlərlə, sayılmayan isimlərlə, həm cəm, həm sayılmayan isimlərlə işləndiyini öyrəndik. Amma testlərdə bizim qabağımıza əlavə sözlər çıxır. Hansı ki, bu so, to, very sözləridir ki, əgər nöqtələrdən əvvəl, bax, sonra demirəm, nöqtələrdən əvvəl so, to və very sözləri varsa, biz o so, to, very sözlərindən sonra many, few, much və little əvəzliklərini istifadə edə bilərik. Nöqtələrdən əvvəl only və just sözləri varsa, bu halda a few və a little əvəzliklərindən istifadə olunur və such varsa, saçdan da sonra a lot of işlənə bilir. Amma burada yenə qaydacıyıq bayaqki little məsələsinə. Saçdan sonra dostlar little və a little da işlənə bilir. Amma sifət kimi, əvəzlik kimi yox. Yəni, saçdan sonra little və a little-ın işlənə bilməsi üçün o little və a little-dan sonra biz sayılan isim işlətməliyik. Sayılmayan yox. Çünki bayaq da qeyd elədik. Sayılmayan isim işlənəndə little və a little-dan sonra o əvəzlik olur. Bizim isə saçdan sonra little və a little-ı əvəzlik kimi işlətmə haqqımız yoxdur. Yalnız sayılan isim, yəni little və a little-ı sifət kimi işlətmə haqqımız var. Yenə buradakı bayaq danışdığımız qaydaları tətbiq eləyəcəyik.
Gəlin buna nümunələr üzərində baxaq. Məsələn, birinci ifadəmiz so many books. Siz burada iki şeyə diqqət eləməlisiniz. Bir, so və many'nin bir-biri ilə işlənməsinə və bir də many və books'un bir-biri ilə işlənməsinə. Yəni təkcə many'nin books'la işlənməsi və ya so'nun many ilə işlənməsi ifadəni düzgün etmir. Baxaq, so'dan sonra many işlənə bilirmi? Bəli, so many ifadəsi var. Many'dən də sonra cəm isim işlənə bilirmi? Bəli, many'dən də sonra cəm isim işlənə bilir. Deməli, bizim birinci ifadəmiz düzgündür. Such many days. Yenə biz such və many və days'in əlaqəsinə baxacağıq. Such'dan sonra many işlənə bilirmi? Xeyr. Such'dan sonra many yoxdur gördüyünüz kimi. Many'dən sonra cəm isim işlənə bilir, qeyd eləmiş orada. Amma such'dan sonra many işlənmədiyi üçün bu ifadə artıq yanlış ifadə oldu. Üçüncü nümunə, such a lot of money. Such və a lot of və money. Such'dan sonra a lot of işlənə bilir, nümunədən də gördüyünüz kimi. A lot of-dan sonra sayılmayan isim işlənə bilirmi? Bəli, a lot of həm cəm, həm də sayılmayan isimlərlə işlənə bilir. Ona görə bu nümunəmiz də düzgün cavabdır. Gəldik növbəti nümunəyə. Only few books. Only ilə few-nun, few ilə də books-un münasibətinə baxacağıq. Only-dən sonra few işlənə bilirmi? Xeyr, işlənə bilmir. Only-dən sonra diqqət edirsə, a few variantı var. Few variantı yoxdur. Few-dan sonra books cəm ismi işlənə bilirmi? Few-dan sonra cəm ismi işlənə bilir. Amma only few ifadəsi olmadığına görə bu nümunəmiz də yanlışdır. Növbəti, only a little water ifadəsinə. Only və a little-dan da water-ın münasibətinə baxırıq. Only-dan sonra a little işlənə bilir. Düzgündür. A little-dan da sonra sayılmayan isim, bu da işlənə bilir. Bu da düzgün cavab oldu. Və gəldik çatdıq ən sonuncu nümunəyə. Such a little boy. Such'dan sonra a little işlənə bilirmi? İşlənə bilir. Amma hansı şərtlə? Ondan sonra sayılan isim gəlməlidir şərti ilə. Və burada da a little-dan sonra boy. Gördüyünüz kimi sayılan isimdir. Deməli, bu nümunəmiz düzgün cavabdır. Amma dostlar, əgər sizin qabağınıza burada such a little water və yaxud such little money tipli ifadələr çıxsaydı, bu halda bu cavablar yanlış olacaqdı. Çünki baxın, such'dan sonra a little və such'dan sonra little işlənib. Okey, işlənə bilir. Amma hansı şərtlə? Onlardan sonra sayılan isim gəlməlidir. Amma burada diqqət edirsə, water sayılmayandır, money sayılmayandır. Deməli, avtomatik olaraq da bu nümunələr yanlış nümunələrdir.